Lənkəranda Yaşad Fondunun və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün nəzərdə tutulan 5-ci Yaşad düşərgəsinə start verilib. Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladı 7 həftə ərzində təşkil olunacaq düşərgələrdə iştirak edəcək. Düşərgələrdə şəhidlərin 10, 11 və 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub. Yaşad düşərgələrinin əsas məqsədi şəhid övladlarının sosiallaşmasına, şəxsi inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların mənəvi psixoloji dəstəklə əhatə olunmasına töhfə verməkdir. Elə, qaldır. Alışlarınızda demək ki, həqiqətən də hər şey. Keçən il burada olanlarda kim var? Maşallah. Və bir sözlə əylənir. Düşərgə şəhid övladlarının yay tətilinin, asudə vaxtının səmərəli keçirilməsi məqsədlə həyata keçirilir. Onlar burada yeni dostluqlar, yeni əlaqələr formalaşdırırlar və düşərgə müddətində düşərgənin proqramına uyğun olaraq onlara müxtəlif master-klasslar, müxtəlif təlimlər keçiriləcək. Eyni zamanda öz sahəsinin tanınmış idmançıları, olimpiya çempionları, dünya, Avropa çempionları onların görüşünə gələcəklər. Mən ilk dəfə Yaşad Fondunun düşərgəsinə gəldim. Birinci dəfə gəlmişəm. Burada hər şey maraqlıdır. Bura ilk gələndə əslində mənə maraqsız olacağını düşünmüşdüm. Amma həqiqətən də çox maraqlı bir yer imiş. Və mən buraya gəldiyimə şadam. Təkcə mən yox, bütün yoldaşlarım şaddır. Və burada çox şey öyrədilər. Könüllülər çox mehribandır. Burada təzə dostlar da edinmək olar.